Herkese salamlar, kanalıma və videoma xoş gəlmisiniz. Bugün sizlərlə birlikdə axırki söz verdiyim sual-cavab videosunu çəkirik. Amma make-up tutorialından, bəli, makyaj edə-edə sizin suallarınızı cavablandıracağım. Bu arada uşaqlar, bilmirəm işıq necə düşür, yaxşıdır, pisdir, amma yəni idarə eləməyə çalışın. Wow, şaka mı? Amin. Burada bunun ışığı varmış, yandırdım bunu. Biraz çox cüzi bir işıq verdi, amma eyb yox, idarə eləyər. Belə göstəreyim, yəni burada hər şey var da, yəni bütün makyaj malzemələri var. Həm biraz addım-addım, yəni make-up tutorial edəcəm, çünki mən bu haqda heç vaxt video paylaşmamışam. Həm də ki, suallarınıza cavab vermək istəyirəm. Dostlar, ilk öncə mən özümü təqdim etmək istəyirəm. Yəni çox geniş bir şəkildə özümdən məlumat vermək istəyirəm. Birinci, talanimizi çəkdi, indi bunu yayırıq. Mən Ləman İsfəndiyarovayam. 18 yaşım var, Saşa 14 deyəcəkdim. 24 fevral 2007-ci il Bakıdan anadan olmuşam. Balıq bürcüyəm. İdmançıyam, daha doğrusu bir zamanlar professional məşğul olurdum. Yəni elə belə idman deyil. Yəni professional məşğul olurdum. Yüngül atletika ilə məşğulam. Atletikanın səhifəsini, Instagram səhifəsini bura qoyacağam. Yəni atletika ilə məşğul olmaq istəyənlər takip atsınlar, izləsinlər o səhifəni. Ətraflı məlumat almaq istəyənlər də DM-ə falan yaza bilərlər. Mən atletika ilə artıq 8 ildir məşğulam. Atletikadan qabaq da gimnastika ilə məşğul olmuşam. Yəni 3 yaşımdan idmana başlamışam. Bu sahədə uşaqlıqdan bəri varam. Ay uşaqlar, inana bilmərsiniz, o qədər çətindir ki, mən həm makyaj edib, həm də danışmaq. Yəni ikisindən birini edirəm hal-hazırda. Mən birinci üzümü nəmləndirirəm. Nəmləndirdikdən sonra tanani vururam. Tanani sadəcə mən L'Oreal'ın tananisini istifadə edirəm, bura qoyaraq. Amma hal-hazırda məndə üstündə bu olduğu üçün bu tananini vurdum. Bunu da Olivia'dan ala bilərsiniz. Bu mənim biraz dəri rəngimə açıqdır. Biraz yox, bayağı açıqdır. Yəni satıcının tam sənin rəngini dediyin tanani budur da, yəni. Qapadıcı olaraq bunu istifadə edirəm. Bu L'Oreal'ındır, bunu bilirsiniz. Bunu bilirsiniz təbii ki, amma bu da mənim rəngimə açıqdır. Bu da mənim uzun müddət əvvəl aldığımdır deyə, yəni ilk makyaja başladığım vaxtlarda. Ona görə o vaxtdan bəri var. Mən belə vururam. Əslində yadımdan çıxdı. Təbii ki də video çəkdiyim üçün yarımçıq oldu da, yəni. Nə danışıram mən? Neysə uşaqlar, demək istəyirəm ki, mən kontur, bronzer, ənliyi vurandan sonra normalda vururam qapadıcını, amma indi biraz tərsinə oldu. Universitetim haqqında danışım sizə uşaqlar. Mən 350 balla universitetə daxil olmuşam. Mən bunu hər yerdə demək olar demişəm. Yəni səhifəmi izləyənlər, yəni real izləyicilərim təbii ki, mənim yığdığım balı, nəyə görə universitetimi seçdiyimi, yəni bu universiteti seçdiyimi və hansı ixtisasda oxuduğumu bilirlər. Amma mən yenə də burada son olaraq, ümumi olaraq yəni cavablamaq istəyirəm. Mən adımsız oxuyuram, yəni bilənlər bilir. 350 bal yığmışam, 195 bal buraxılışdan, 151 də blokda yazmışam, 346, sadəcə onu yuvarlaqlaşdırıb deyirəm. Bir də ki, uşaqlar, hamı 200 demişəm. Uşaqlar, mənə görə bal, yəni çox da vacib deyil. Bu, ay çox bal yığım, ay nə bilim, belə eləyim, elə eləyim. Xeyr, sən özün üçün oxuyursan, yəni. Başqalarının fikrinə görə oxuyursansa, zaten itirəcəksən onsuz da. Yəni, nəyə lazımdır? Admısonu seçməyim səbəbi odur ki, mənim qardaşım da admısonu bitirmiş olar. Mən həmişə universitetin qabağına gidəndə mənim qardaşım göstərdi ki, mən burada oxuyuram, mən burada oxuyuram falan. O, mənim də admısondan başqa gördüyüm universitet yox idi, yəni həmin ərəfələrdə. Çünki ancaq 28-də falan şəhərə çıxanda təbii ki, gözümüzdə çarpan bir universitet varsa, o da admısudur. Mən də deyirdim ki, hər dəfə bu universitetin qabağına keçərində deyirdim ki, mən bu universitetdə oxuyacağam. Bu arada uşaqlar, koftamı dəyişəcəkdim, qara geyinəcəkdim, amma yadımdan çıxdı, eyb yox. Bundan davam edək. Paytaxt günündə. Mən cihaz mühəndisliğində oxuram uşaqlar. Yəni maraqlı ixtisasdır, təzə ixtisasdır, 4 ildə açılır, gələcəyi var. Yəni açığı mən nə yalan deyim, oxuduğum ixtisas üzrə gələcəyimi düşünmürəm. Yəni hər an hər şey ola bilər, yəni. Eyni zamanda SMM-liklə də məşğulam, yəni SMM işləyirəm. SMM və sosial media marketing meneceridir, yəni bunu bilirsiniz. Video çəkir, nə bilim post düzəldir, reels hazırlayır falan, şəkil çəkir. Nasıl uşaqlar, bugün 3 dənə rayon gəlmişik. Qəbələ, Şəki, Qax. 3 dənə rayon gəlmişik, dəhşət yoxlam. Amma sizə söz vermişdim, ona görə çəkirəm bu videonu. Yəni makyaj eləməyə gedən heç axıtım yoxdur. Ümumiyyətlə mən bu aralar makyaj eləmirəm, çünki mən üzüm yəni səpir, çox yəni bilmirəm niyə səpir, bilmirəm, səbəbini bilmirəm də. Yaxşı bir dermatoloq falan və ya kosmetoloq öndərə bilərsinizsə, amma mənə yorumlarda yazın. Mən baxacağam hamısına. Mən bütün kommentləri oxuyuram, yorumları oxuyuram, DM-ləri oxuyuram hamısını. Ona görə yəni mən çalışdığım qədər makyajdan biraz uzaq şey edirəm, dururam.
Yəni sizə atletikaya necə başlamışam, onun haqqında danışım. Mən dediyim kimi uşaqlıqdan idmanla məşğulam, gimnastika ilə məşğul olmuşam. 7 il onunla məşğul olmuşam. Daha sonra mənim atam, mən təbii ki gimnastikadan çıxandan sonra başladım evdə gimnastik hərəkətlər etməyə falan. Yəni mənim enerjim çox idi, hələ də bitmirdi. Sonra mən bilmirəm necə olsa, bir gün atam gəzmə yadından çölə çıxartdı. Məni apardı maneja, yəni Respublika Olimpiya Mərkəzinə. O da Gənclər İdman Nazirliyi ilə üzbəüzdür. Və orada mən də girdim içəri, gördüm mənim kimi uşaqlar falan. Təbii ki, mənə maraqlı gəldi, amma bilmirdim nə idi. Bura vurmaq yadımdan çıxdı. Mən də bilmirdim nə idi. Yəni maraqla baxıyordum. Sonra Valentin müəllim, mənim indi 2 məşqçim yaxınlaşdı bizə, danışdılar, elədilər, mənə götürdülər. Həmin gündə əynimdə həqiqətən yadımdaydı, qara cins şalvar, skinny idi. Bir də narıncı qol uzun kofta var idi. Yəni heç məşqə uyğun bir paltar deyildi. Amma bilmirəm, niyəsə getdim, qaçdım, bəyəndilər, götürdülər. Həm də ki, mənə demişdilər ki, yəni mənə atam danışırdı ki, bəs bu gimnast olur falan filan. Yəni onlar da götürdülər, bəyəndilər. Çünki yəni bu insan onsuz da idmançı olubsa uşaqlarına, yəni ki, indi də qanunlu nəsə olar. Nəysə, mən idmana elə başlamışam. Hətta 22 noyabrda başlamışam, hələ də yadımdadır. Çünki bir dənə dostumun ad günü idi. Mən də o ad günə getməyimə qoymamışdı evdəkilər. Elə ona görə atam mənə gəzməyə adından çıxartdı çölə, apardı ora. Dedi, çoxdan səni ora aparmaq istəyirdim falan. İşte biraz keçdi, mən də başladım idmana. Yəni çox da belə wow bir şey olmuyor. Yəni nə deyə bilərəm ki? Kəsim var ya yox, bu haqdaydı. Kəsim var bəli uşaqlar. Bu semestr kəsim oldu təəssüf ki, yəni birinci kursda. Çünki tarixlə riyaziyyat, yəni evim yıxdı da, yəni nə yalan deyim. Çünki yoxdur. Nəysə 2 dənə kəsim oldu tarixlə riyaziyyatdan. Riyaziyyatı bağladım, amma tarixi hələ bağlamamışam. Tarixi bu semestr bağlama olmur. İyunun axırında, yəni 2-ci kursun, 2-ci semestrinin sonunda bağlaya bilərəm ancaq. Bronzer, şiqlamındır uşaqlar. Çox qəşəngdir, bəyənirəm. Mən bilməmiş olam, mən makyajda, yəni mən özüm bəyənirəm. Bilmirəm, necə elə öyrəndim. Özdə heç vaxt yadımdan çıxmaz. Veçer makyajım o qədər pis idi ki, yəni Veçerdən sonra oldu hər şey. Veçer oldu, qutardı. Sonra mən başladım makyaj öyrənməyə. Yəni daha çox universitet üçün öyrənirdim. Evdə olduğum vaxtlar, o universitetin cavablarının çıxmasını gözlədiyimiz vaxtlar başlayırdım evdə özüm üçün eləməyə. Yəni göz makyajı daha çox edirdim. Çünki bilirdim ki, tonalnidir, bronzerdir, ənlikdir falandır, qapadıcıdır. Yəni bunlara vururuq, ardıcıllıqla qəşəng olacaq. Amma göz makyajı həqiqətən çox yaralı yerim idi, öz daha eyeliner. Amma indi həm qəşəng eyeliner çəkirəm, həm də qəşəng ten vururam da, yəni qəşəng kölgə verə bilərəm falan. Mən çox bəyənirəm özümdə onu. Bugün bilmirəm gözümə nəsə eləyim ya yox, çünki yüngülvari bir makyaj eləmək istəyirəm. Yüngülvari dediyim, yəni məndə əslində hər şey, sadəcə göz makyajı eləmədiyim bir gündür. Ənlik vuracam indi. Ənlik də şiqlamındır. Mən kontur, bronzer, daha sonra ənlik vururam. Bu görüntüyə baxmayın, bunların hamısını düzəldəcəyik. Ənlik. Sevgilim var ya yox, indi bu haqda danışmaq istəyirəm, çünki bu haqda sual gəlmişdi. Uşaqlar, bəli, mənim sevgilim var. Mən bu haqda sadəcə paylaşım eləmirəm, bu haqda danışmıram, onun üzünü göstərmirəm. Çünki mən gözə inanan biriyəm və nə vaxt ki mən onu paylaşıram, daha doğrusu üzünü yox. Yəni onun mənə verdiyi güllər olsun, yəni onun mənə apardığı yerlər olsun falan. Belə adam ürəyi istəyir də paylaşsın. Paylaşıram və həmin gün axşam biz başlayıb danışmağa. Mən belə şeyləri sevmirəm. Mən istəyirəm xoşbəxtlik olsun, hüzur olsun. Yəni gözə konkret inanıram, ona görə də paylaşmıram, amma var. Yəni kim olduğunda vaxtı gələndə öyrənəcəksiniz. Ona görə indidən demək istəmirəm. Biraz mən də onu tanımaq istəyirəm. Daha sonra hər şey vaxtında gözəl uşaqlar. Sabitləyirik. Bir dənə qəşəng suallar gəlmişdi. O suallardan biri bilsin nə idi? Yəni daha doğrusu çoxu belə idi ki, yəni sən necə başladın qruplaşmaya, belə yaxın olmağa, necə başladın utanmadan video çəkməyə falan filan. Uşaqlar, mənim həqiqətən uşaqlıq videolarımı görsəniz belə like sat çəkdiyim vaxtlar falan. Yəni mənim onun bacım kamera arxasını çəkirdi məndən belə. Mən bildiyiniz tripodu açıram, qoymuşam yolun ortasına, başlamışam orada rəqs eləməyə, qıraqdan maşınlar keçir, insanlar keçirməyə baxır. Amma Ləman vecinə deyil, Ləman videosunu çəkir. Yəni mən uşaqlıqdan kompleksiz olmuşam. Yəni sizə də tövsiyə edirəm ki, kompleks olmayın. Mən utanan insanları sevmirəm. Nə mənada, yəni okey ola bilər utanırlarsa, amma ki yəni
biraz insan özünə güvənli olmalıdır. Yəni utana bir yerə gedə başlayırsınız. Yəni ona görə məsəl üçün mən də bəzən düşünürəm qıraqdakı insanların fikirlərini, amma ki yəni bu yerindələr, yəni hər şey yerində yaxşıdır. Yəni siz əgər çox fikirləsəz, əlbəttə ki, siz nəsə bir şey əldə edə bilməyəcəksiniz, qabağa gedə bilməyəcəksiniz. Çünki insanlar boş-boş danışır, yəni. İnsanlar konuşur, babu boş sürər. Hətta siz mənlə olsaq, görsəz ki, mənim bir dənə şəklimi çəksəz, o şəkil pis olsa belə mən deyirəm ki, hə, əllərimə sağlıq, şəkil çox gözəl. Yəni bir insanın qəlbində qırmaq. Yəni hətta qəlb qırmaqdan da irəli gəlmir, yəni şəkli tez bəyəndiyim üçündür. Mən məsəl üçün mənim xalam məndən heç nə soruşmur, yəni geyim barəsində falan. Çünki o mənə deyir ki, məsələn nə vaxt soruşuram ki, bəs bu qəşəngdir, səncə bunu alım? Sən deyirsən ki, hə, qəşəngdir, al. Yəni sən hər şeyi qəşəngdir deyirsən, amma mən hər şeyi bəyənirəm. Bilmirəm, mənim qərarsızlığımdır qadın isə. Bilmirəm. Uşaqlarla necə bu qədər yaxın olduq? Uşaqlar, biz elə bir şey universitetə açılmamışdan bir həftə zad qabaq Zülfiqar bizə qrup yaratmışdı ki, daha doğrusu qrup yaratmışdı deyəndə bütün o postlar olur bəs qrup yoldaşını tapma postu falan. Hamısının altında Zülfiqar yazmış ki, cihaz mühəndisliyi tədris ingilis dilində oxuyanlar pul satsınlar. Mən Zülfiqarın atdığı o kommentlərin altında daha çox İdrisi görürdüm. O da İdrisin yadımdadır ki, profil şəklində elə özünün şəkli var idi idman zalında. Oradan baxmışdım. Yəni İdris yadımdadır ki, bütün kommentlərdə var idi. Həm TikTokda var idi, həm Instagramda var idi. Yəni İdrisi görmüşdüm. Korоче, biz sonra qrup açdıq. Zülfiqar hamımızı əlavə elədi ora. Başladıq danışmağa falan. Yəni düzdür, biz də o vaxtda bir-birimizi tanımırdıq, amma ən azından bir nəsə yaranmışdı bizdə. Bilək ki, uşaqlar biz Instagramdan da takipləşirdik, yəni ona görə. O qrup yaradıldı, sonra başladı hamı bir-birinə Instagramını falan verməyə. Mən də başladım qrupa atmağa. Onda bizim qızlar heç yox idi qrupda. Bir dənə Əfruzə idi. Əfruzə mənə atdı takip. Ayan idi. Ayan Instagram falan heç nə bilmirdim. İlk gün Ayandan takipləşməyə başladı. Qalan heç birindən takipləşmirdim. Hə, bir də Nicanla. Qalan heç birindən takipləşmirdim. Hə, Ləman var bizim qrupda uşaqlar, siz bilərsiniz. O sakitdir deyə onun mesajı çıxmır. O da qrupda var idi. Deyirdim, adaşım var, Ləman adında bir dənə qız falan, amma səsi çıxmırdı. Hə, mən də maraqlıydı, kimdir bu falan. Sonra universitetə gedəndə görmüşdüm ki, necə qəşəng şirin bir dənə qızdır. Qəşəng danışıq demişdim. Ləman sən demişdi, hə, mənə falan. Yəni belə maraqlı olmuşdu günlərimiz. Yəni belə bilmirəm. Başlarda hər şey yaxşı olur. Yəni hamı bir-birinə yaxın olur onsuz da. Sadəcə çəkilib qıraqda durmayın. Ay mən buna yaxınçılıq qurmayım. Sonra sabah birisi gün mənə nəsə eləyər falan filan belə. Yəni belə çox da düşünməyin. Yəni akışına buraxın, yəni zamana buraxın. Onsuz da nə görəcəksinizsə, yəni universitet ərəfəsini görəcəksiniz yəni bu oxuduğunuz illərdə. Mən çox səhv elədim uşaqlar. Mən sualları bir vərəqə yazmalıydım. Suallardan biri pullu yoxsa pulsuz oxuyursunuzmu? Pulsuz oxuyur uşaqlar. Pullu ixtisası yoxdur cihaz mühəndisliyini mən bildiyim qədərilə. Amma kəsilsəz təbii ki də pul ödəyirsiniz, yəni ödəməlisiniz. Suallardan biri o idi ki, birinci qrupsa, riyaziyyat, fizika kimi nəsə bu haqda sual gəlmiş ki, necə oxuyurdum falan bir metod. Uşaqlar mən oxumurdum, yəni nə yalan deyim, konkret deyirəm ki, mən oxumurdum. Çünki mən son ana qədər, buraxılış imtahanının hardasa bir ay qalmışına qədər mən 5-ci qrupa vermək istəyirdim və sonuncu bir ayda başladım oxumağa. Yəni o 5-ci qrup imtahanını hamı verdiyi üçün, yəni nə mənimdir, yəni az dili, ingilis dili, riyaziyyat hamı verdiyi üçün, yəni onsuz da oxuyurdum onları. Sonra buraxılış imtahan ərəfəsində bir ay qalmış, başladım artıq demək ki, hə, okey, mən verirəm birinci qrupa. Başladım fizika falan oxumağa. Müəllim mənim riyaziyyat üstümə daha çox düşdü ki, bəs sən birinci qrupsansan, bunu niyə bilmirsən falan filan. Mən də deyirdim ki, ay mən 5-ci qrupa verəcəm, mənim nəyimə lazımdır deyəcəm. Bir dənə buraxılışı verim, yəni belə danışdım. Amma sonra elə gəldik ki, mən oxumaq məcburiyyətinə qalıb. Yəni, necə deyim, uşaqlar, çox praktik edin, yəni, çox məşq edin, yəni üstündə çox düşün. Dərsi öyrənin, ciddiyən. Öyrəndiyiniz günün axşamı gedin riyaziyyatdan, topludan falan nəsə işləyin, fizika işləyin, kimya işləyin, onda yaxşı ağlınızda qalır. Bu arada mənim kimyam çox yaxşıdır. Mən kimyada 100 baldan 85 bal yığmışdım kimyadan. Eyni şeyin üstünə qalım, görürsünüz uşaqlar. Əlim boş durmasın deyə. Uşaqlar, bir dənə mövzuya toxunmaq istəyirəm bu şip söhbətinə. Çox xahiş edirəm, mən və qrup yoldaşlarım çox xahiş edirik sizdən bu şip söhbətlərini yığışdırın. Çünki yəni qrupda heç kim heç kimdən sevgili deyil, nəsə bir şip falan, yəni bizə görə deyil, başa düşürsünüz, düzgün deyil. Yəni biz o mesajları oxuyuruq. Siz məsəl üçün bəlkə də fikir vermisinizsə, artıq bloqlarda bəzi uşaqlar görünmək istəmir. Bu şip söhbətlərinə görədir. Deyirlər ki, məsələn, hamısının ayrı-ayrılıqda sevgisi var. Yəni hamısını deməyim, bəzilərinin sevgisi var. Ona görə yəni düzgün deyil də siz şipləyirsiniz, sonra onlarda pis təsir edir. Mənim özümə də pis təsir edir ki, siz məni onlarla şipləyirsiniz. Yəni bu
bu biraz düzgün deyil. Yəni bunu yığışdırsaq çox əla olar. Mən biraz başa düşürəm, biraz izləyicilərin falan okey ola bilər, biraz ola bilər yaxınçılıq falan görəndə elə düşünə bilərsiniz, amma elə deyil yəni. Biraz biz nə deyim, o baxımdan yaxşıyıq, biraz qrup yoldaşlarının müasir düşüncəlidir. Yəni bizə görə qızla oğlan dost ola bilər. Ona görə yəni siz də elə şey deyin ki, yəni qızla oğlan dost ola bilər. Çox da bu şip söhbətlərinə girməyin. Son dəfə sizdən xahişim odur ki, şip söhbətləri olmasın, yığışdıraq bu söhbətləri. İndidən təşəkkürlər. Midtermlərə necə hazırlaşırız falan gəlib sual. Yəni bu çox güman ki, birinci kurs tələbəsi yazır. Midtermlərə heç uşaqlar ilk 7 dərsin yəni midterm olur da, yəni quiz kimi olur. Məsələn, böyük Sumqayıt nə idi o? Böyük summativ olur uşaqlar. Hə, böyük summativ qiymətləndirmə, kiçik summativ qiymətləndirmə kimi bir şey də midtermə. Yəni imtahan böyük summativdir, midtermə kiçik summativ qiymətləndirmə. Yəni o ilk 7 dərs olduğu üçün dərsə yaxşı qulaq asın. Çünki midterm elə bir şeydir ki, yəni orada o dərsləri başa düşməlisiniz. Amma imtahanda onsuz da yəni siz dərsə qulaq assınızsa, qulaq asmadısa, yəni başdan aşağı oxuyursa yəni necədir. Ona görə midtermə yaxşı qulaq asın, midtermə qədər o 7 dərsə. Çünki o 7 dərs bitinci olur. 6 həftə, üst həftə siz o müəllimi ya bir dəfə ya da 2 dəfə falan görürsünüz. Uşaqlar, heç xoşuma gəlmədi bu video. Siz bəyəndinizsə kommentlərdə yazın da, heç bəlkə paylaşmadım. Çünki mən makyaj edirəm, mən burada eyni anda danışa bilmirəm. Yəni suallar falan yadımdan çıxır, makyaj eləmək şeyimi zalım, yəni qabiliyyətimi itirdim. Yəni ardıcılığı itirdim daha doğrusu. İndi keçirik göz makyajına uşaqlar. Mən həmişə buradan ağ tenlə birinci biraz baza yaradıram. Həm də ki o biraz keçid olanda, kölgə keçən bir tendən başqa bir tenə keçid olanda daha çox yumuşaq eləmiş oldu. Yəni soft bir görünüş yaranır. Hə, gəlin sizə indi universitetimdən danışım, universitetin çətinliklərindən falan danışım, imtahanlarının çətinliklərindən danışım. Universitetimiz uşaqlar 2 korpusdan ibarətdir. Əslində bilmirəm, UFAS ona daxildir ya yox, amma UFAS daxildir, sonra da 3 korpusu var. Birinci və ikinci korpusda, yəni ikisi yan-yanadır bilirsiniz. 28 manla üzbəüz olan birinci korpusudur. 28 manın arxasındakı, daha doğrusu üzbəüzündə bir dənə bina var, o bina ikinci korpusdur. İkinci korpus 7 mərtəbədən ibarətdir. 7-ci mərtəbəsi bufetdə, amma hal-hazırda mən bildiyim qədərindən işləmir. Birinci korpusda 5 mərtəbədən ibarətdir. O 5-ci mərtəbədəki biraz gəliz yerdədir, yəni tapmaqda çətinlik çəkə bilərsiniz. Amma bir ki, qalxırsınız elə 5-ci mərtəbəyə səhv etmirəmsə, yoxdur 4-dür, 5-dir deyəsən. Çünki oradan belə düz gedirsiniz, orada bir dənə belə bir keçid var. Oradan içəri gələndə 500-lər oradan başlayır. Yəni o bayraqlar olan hissə falan hamısı oradadır. Ora biraz qarışıq ola bilər sizin üçün. Ağ ten keçəndən sonra üstündən buradan belə balaltı uclu bir fırça ilə qara tenini vurum, belə başlayıram yaymağa. Yəni ona görə göz makyajım həmişə çox qəşəng olur. Bu göz makyajını məndən çox soruşursunuz. Bunu bir ayrıca reels olaraq çalışıram çəkeyim. Çünki belə danışa buradan da belə izah eləyə şu danışığım da dəyişdi. Görürsünüz, izah deyirəm. Neysə, ona görə çətindir. Amma qəşəng oldu ya. Başqa vaxt bu qədər qəşəng alınmaz. Uşaqlar, amma qara göz makyajı insana bir ayrı hava qatır, ayrı bir vibe qatır. Yəni görün nə qəşəng oldu. Bir də bu gözümə baxın, bir də bu gözümə baxın. Uşaqlar, könüllü proqramlar barəsində, könüllülüklərlə bağlı çox suallar gəlib, bunu da gördüm bayaq. Uşaqlar, bu deyirsiniz ki, könüllü proqramla bağlı sizin necə xəbərin olur, harada xəbərin olur? Bu bir könüllüdür, Volunteer Plus'dır falan belə. Bu səhifələri izləyin Instagramda falan. Onların WhatsApp səhifələri olmalı, səhv etmirəmsə. Ora atırlar. Özü ki, mən necə olur? Mənə ya bacım atır, ya qrup yoldaşımız Emil var ya, o atır mənə. Ya da ki, danışanda eşidirəm, deyirəm, nə yaxşı, hə, onda mənə də at ayrıca şəxsdə. Onu da qeymir. Mən belə onları izləyirəm Instagramda, amma heç baxmıram da, yəni paylaşımlarına, postlarına falan baxmıram. Qruplara atırlar, WhatsApp qruplarına heç birinə baxmıram. Hamısı 300, 300, 900 mesaj olur. Heç birini oxumuram. Hamısı da könüllü fəaliyyətlərdir. Qəşəng, maraqlı fərqli yerlərdə könüllü fəaliyyətlərdə, amma mən heç birinə baxmıram. Mən dediyim kimi belə oradan buradan kimsə deyir falan, ondan bilirəm. Amma o səhifələri izləyə bilərsiniz. Könüllü dost, mən orada könüllü olmuşam. Könüllü dostun səhifəsini də izləyə bilərsiniz. Onu da qeyddən keçməyi çox rahatdır, yəni. Google-a girirsiniz, könüllü dost yazırsınız, çıxır orada. Siz o qeydiyyat formunu doldurursunuz, artıq. Sonra sizi müsahibəyə çağırırlar. Bir də bununla bağlı da sual gəlir ki, siz müsahibələrdə necə uğurlu olursunuz falan filan. Uşaqlar, mən müsahibələrdə uğurlu olmuram. Yəni mən müsahibəyə gedirəm, o mən müsahibəyə çağırmalar. İndi deyirsiniz, bəs dosta könüllü olmuşsan, MDB-də falan filan.
Yəni onlar mənə elə gəlir ki, MDB-də könüllü lazım olduğu üçün seçiblər və yaxud da ki, mənim idmançı olduğumu bildirmişdim müsahibədə. Yəni bu haqqda məndən bayağı bir sual soruşmuşlar idmanla bağlı. Çünki bu yarış idmanla əlaqəlidir. Mən düşünürəm ki, mən ona görə seçiblər ki, mənim ən azından idmana yəni bir marağım var və idmandan başım çıxdığı üçün məni ora seçiblər deyə düşünürəm. Könüllü dostlar da ki, yəni məncə hamını çağırırlar, yəni axır əvvəl çağıracaqlar. Sadəcə çox uzun çəkir və biraz səbir eləməsi. Məsələn, mən orada könüllü olduğum müddətdə mənə bir dənə qız demişdi ki, mən 2 il əvvəl qeydiyyatdan getmişəm, amma məni indi çağırırlar. Yəni 2 il nə deməkdir uşaqlar? 2 il. Yəni ona görə gözləyin, çağıracaqlar, dəvət edəcəklər. Amma vaxtı keçən müsahibələr də varsa da, yəni onlar üçün pis olmağa dəymir. Yəni nə deyim olar? Amma müsahibələrdə necə uğurlu ola bilərsiniz? Qısaca deyim ki, yəni hansı quruma, hansı könüllü fəaliyyətlərini vermişsinizsə müsahibə çağırıblarsa, o könüllü fəaliyyəti haqqında ətraflı məlumat toplayın gedin. Çünki onlar sizə bu haqqda sual verirlər. Bir dənə sual verir adamın çarşısından, nəyə görə sizi seçək? Yəni burada yəni sizin cavabınız çox dolğun olmalıdır, aydın olmalıdır, qəşəng olmalıdır. İngilis dil səviyyəniz yəni məncə düzdür, vacibdir, amma hansı səviyyədirsə onu yazın. Yəni A1 isə A1 yazın. A1 də gedib B2 yazırsınız. Sizə başlayırlar B2 səviyyəsində suallar vermək. Siz də donub qalırsınız belə ki, yəni haydi mən A1-ə baxım, buna necə cavab verim? Onda sən də pis vəziyyətə düşdün. O da sən əgər A1 olsan, o sən A1 kimi sual verəcək. Sən də başlasan belə qısa danışmağa. Onda başa düşəcək, bu həqiqətən A1 səviyyəsindədir. Yəni ən azından yalan demir, başa düşürsünüz. Bu arada bu gözüm bundan daha qəşəng oldu. Uşaqlar, onsuz da çox ələşmirəm, çünki gedəsi yerim yoxdur. Makyajımı silib yatacam, bəli. Sizə bir dənə lip combo göstərəcəm. Möhtəşəm, möhtəşəm. Sizə birinci günlük lip combomu göstərim. Günlük olaraq mən həmişə Miss Taysin 762 nömrəsinin, bir də Vivienne Sabon'un uşaqlar bu glossunu istifadə edirəm, 08 nömrəsidir. Yəni günlük həyatda hər gün mənim dodağımda yəni bu rəngdir, bu iki rəngdir. Amma mən dark feminin makyajlarda istifadə edirəm Miss Taysin 764 nömrəsi belə qara deyəndə karisimi, tün karisimi, qıraqların çərçivələmi üçün. Ortasından qırmızı pomada və üstündən Vivienne Sabon'un yenə bu glossu. Amma bu gloss bilsiz nə üçündür uşaqlar? O qarışıqlığı aradan qaldırmaq üçün, onları bir-birinə yaymaq üçündür. Yəni o istədiyiniz glossu vura bilərsiniz, yəni parlaq, fərqi yoxdur. Bu arada bu kombonu da sizə mən deyirəm, heç kim demir. Yəni bunu nəzərə alın. Üstündən, daha doğrusu ortasına bu qırmızı pomadan vurursunuz. Və sonda bu gloss Vivienne Sabon. Bu arada əlimdəki nə olduğunu deyə bilərsiniz, Tanani'dir. Mən birinci Tanani'ni əlimə sürtürəm, buradan belə götürürəm, üzümə belə vururam, sonra da yayıram. Belə daha yaxşı olur. Bitti dodaqlarım. Çox qəşəng oldu, mən çox bəyəndim. Elə bildiniz yadımdan çıxdı, əsla. Uşaqlar, bu göz makyajının əslində bu içinə və aşağıdan içinə qara karandaş vurun, çox qəşəng olacaq. Sizə mən qara karandaş gətirməmişəm, amma çox qəşəng olur, yəni vurun, yoxlayın. Yəni makyajım bu cür oldu. Yəni mən bəyəndim, amma dediyim kimi biraz başım çox qarışıq oldu. Həm suallara cavab vermək, həm makyaj vermək, ona görə biraz pis də eləmiş ola bilərəm. Amma dediyim kimi əsas videonun məqsədi əyləncəli bir kontentin olması və makyaj. Yəni daha çox məqsədim o ki, tutorial göstərmək, yəni makyajımı necə edirəm onu göstərmək və suallara cavab vermək. Bir tez baxım görüm başqa hansı suallar var idi. Uşaqlar biraz səsim falan pis düşə bilər, videoda pis ola bilər, çünki telefonda yer qutardı və mən Snapchat'a keçdim. Son olaraq bir iki dənə sual var, onları cavablamaq istəyirəm. İlk öncə demək istəyirəm ki, çox sağ olun, çox qəşəng, şirin sözlər, çox gözəl mesajlar atırsınız mənə və hamısını izləyirəm, hamısını görürəm. Hamınızı buradan sevirəm, öpürəm, bağrıma basıram. Yəni həqiqətən sizin bu gözəl sözləriniz, xoş sözləriniz mənə motivasiya verir və mən daha da video çəkməyə həvəslənirəm.
bu yolda davam etməyə daha da həvəslənirəm. Siz mənə görürsüz, yaxınlaşırsınız, şəkil çəkdiririk, söhbət edirik. Yəni bunlar o qədər böyük şeylərdir ki, yəni sizin üçün bəzən yəni sizin üçün bəlkə balaca bir şey kimi görsənlər, amma bizim üçün o çox böyük bir şeydir, çox böyük bir uğur deməkdir bizim üçün. Yəni bir də görürəm ki, yazırsınız məsəl üçün, "Ay səni gördüm, amma utandım, yaxınlaşma" falan. Qətiyyən, yəni yaxınlaşın. Mən o qədər xoş olur ki, mən çox sevirəm hətta siz mənə yaxınlaşanda. Mən sizləri tanıyıram, məni kimlər izləyir, sizlərlə söhbət edirəm. Sizlə məsəl üçün mənim kimi tələbəyəm, oxuyuram, sizi izləyirəm vloqlarınızı, yəni çox xoşuma gəlir falan. Yəni bunlar mənim üçün çox böyük bir şeydir həqiqətən. Yəni mən həmin an sevincim mənim içimə sığmır. Bu ixtisası seçməsəydim hansı ixtisası seçərdim deyə suallar gəlir. Mən çox uşaq vaxtı dizayner olmaq istəyirdim. Sadəcə əl qabiliyyətim olmadığı üçün dizaynerliyin başını buraxdım, yəni. Amma indiki ağlım olsaydı, yəni və yaxud da mənə yol göstərən biri olsaydı ki, bəs artıq gələcəkdə hər şey kompüterlə idarə olunacaq, kompüterlə çəkəcəksiniz falan filan. Onda verərdim dizaynerliyə, onlardan dizayner, interyer dizayneridir. Yəni ev dizayn edərdim də, yəni belə. Əslində paltar dizayn etməyə də çox həvəsim var. Qəşəng paltarlar falan, yəni dizayn etməyə həvəsim var. Qəşəng paltarlar önə çıxartmaq istəyirəm. Hətta mənim Lemirora səhifəm var, satış səhifəm, paltar səhifəmdə. Onu bura qoyuram, onu da Instagramdan izləməyi unutmayın. Orada qəşəng paltarlar satılmağa çalışıram. Yəni də mənim də hələ ki məqsədim o səhifənin biraz böyüməsidir. Mən istəyirəm ki, gələcəkdə onun butikini açım. Ona görə indidən biraz xaricdən mala gətirəm. Amma gələcəkdə mən istəyirəm ki, onun öz orada bir dənə butik açaq. Orada da bir dənə dərzi olsun ki, sırf sizin istədiyiniz paltarları tiksin və yaxud da ki, fərqli dizayn edilmiş paltarları tiksin. Yəni hər şey, yəni xaricdən gətirilən mallar olmasın da, yəni özümüzün tikdiyimiz mallar olsun. Bir də ki, uşaqlar deyir, niyə vlog gəlmir? Bu aralar bizim cədvəlimizdə problemlər var deyə biz dərsə bəzən gedirik, bəzən getmirik. Yəni gedirik, məsəl üçün cədvəldə yazılıb 3 dərsimiz var, amma gedirik, heç dərsimiz olmur falan. Ona görə bu aralar universitet açılandan vlog çəkənmədim, biraz qarışıq oldu. Amma artıq yenidən vloglara davam edirəm. Bu arada mən həm işləyirəm, həm oxuyuram falan. Yəni biraz mənə çətin olur təbii ki də vlog çəkmək, editləmək. Yəni reels okeydir, reels çəkirsən, 15 saniyəlik bir şey ortaya çıxır. Amma vlog 40 dəqiqəlik bir şeydir və sən sizə 40 dəqiqə kimi gəlir, amma orada 3 saat, 4 saatlıq bir, məsələn, CapCutda mən editləyirəm. 3-4 saatlıq yəni bir şeydir və mən onu oradan kəs, buradan kəs, elə. Mən bunu bir 30 dəqiqə, 40 dəqiqə sıxışdırmalıyım. Ona görə biraz çətin olduğu üçün, həm də uzun olduğu üçün biraz vloglar gec-gec gəlir. Belə. Uşaqlar, bizim suallarımız bu qədər idi. Nə sualınız varsa, onu yorumlarda yazarsınız. Mən onu cavablandıracağım hamısını. Hansı ki, burada cavablandırmadığım suallar var idi. Videonu bəyənməyi unutmayın, abunə olmağı unutmayın. Və videomuz bura qədər idi. Sizi öpürəm, bağrıma basıram. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşmək üzrə. Hələlik!